Dünyanın ən təhlükəli zəlzələ zonasında yerləşə-yerləşə necə dünyanın ən güclü iqtisadiyyatlarından birini qurdular? Niyə burada məktəb şagirdləri siniflərini özləri təmizləyir? Niyə bəzi insanlar pul ödəyərək ailə kirayə eləyir? Niyə robotlar idarə etdiyi otellər və 1300 illik fəaliyyət göstərən mehmanxanalar hələ də insanları heyrətləndirir? Bu videoda sizə Yaponiyanın hər kəsin danışdığı tərəfini yox, pərdə arxasını göstərəcəyik. Azərbaycandan bu ölkəyə necə getmək olar? Səfər sizə neçəyə başa gələr? Tokyo həqiqətənmi gələcəyin şəhəridir? Yoxsa bu möhtəşəm görünüşün arxasında ciddi problemlər dayanır? Əgər siz də Yaponiyanın niyə dünyanın ən fərqli ölkələrindən biri hesab olunduğunu öyrənmək istəyirsinizsə, videonu sona qədər izləyin, çünki biraz sonra eşidəcəkləriniz bu ölkəyə baxışınızı tamamilə dəyişə bilər. Yaponiya, Şərqi Asiyada yerləşən ada dövlətidir. Ölkənin adı Yapon dilində günəş və mənşə sözlərinin birləşməsindən yaranıb. Buna görə də Yaponiyanı doğan günəş ölkəsi adlandırmaq heç də yanlış olmaz. Deyilənə görə bu adı ölkəyə ilk dəfə Çinlilər veriblər. Coğrafi baxımdan Yaponiya 6382 adadan ibarət arxipelaqdır. Ümumi ərazisi 378 min kvadrat kilometr olan ölkə bu nisbətdən kiçik sahədə olduqca sıx əhali yaşayışına malikdir. Yaponiyada 123 milyona yaxın insan yaşayır. Əslində Asiya üçün bu göstərici o qədər də qeyri-adi deyil, çünki qitənin əksər ölkələri yüksək əhali sıxlığı ilə seçilir. Amma onu da qeyd etməliyəm ki, 2023-cü ildə Yaponiyada 125 milyon əhali yaşayıb. Yaponiya coğrafi baxımdan Çin, Şimali Koreya, Cənubi Koreya və Rusiyaya olduqca yaxındır. Bəs Azərbaycandan Yaponiyaya getmək istəyən biri nə qədər xərc çəkməlidir? Viza necə alınır və ən əsası bu səfər doğrudan da düşündüyümüz qədər əlçatmazdır? Gəlin rəqəmlərə qısa və konkret baxaq. Hazırda Bakıdan Tokyoya birbaşa uçuş yoxdur. Ən rahat marşrutlar İstanbul, Doha, Dubay və ya Abu Dhabi üzərindən transferlədir. Bəs viza? Bəli, Azərbaycan vətəndaşları üçün viza mütləqdir. Pasport, viza ərizəsi, bilet, otel bronu, bank çıxarışı və iş yerindən arayış. Yəni ciddi sənəd toplamaq lazımdır. İndi isə gələk ən maraqlı məsələyə. Müstəqil səyahətin büdcəsinə. Gediş-dönüş bileti 1200-2000 manat, gecəlik otel 80-250 manat, günlük qidalanma 30-80 manat, şəhər daxili nəqliyyat 10-25 manat. Yəni tək başınıza planlaşdırdığınız 7-10 günlük bir Yaponiya nağılı sizə hardasa 3000-5500 manata başa gələcək. Açığı bütün bunları tək-tək araşdırmaq, bilet ovuna çıxmaq, sənədlərlə boğuşmaq həm vaxt aparır, həm də adamı yorur. Bəs sizə desəm ki, bütün bu baş ağrısını unudub, sadəcə çantanızı götürərək Yaponiyanın küçələrinə addım ata bilərsiniz, həm də daha sərfəli. Bəli, Yaponiyanın iki nəhəng megapolisini, Tokyo və Osakanı minimal büdcə ilə fəth etməyin zamanıdır. Üstəlik, inanılmaz bir qiymətə, cəmi 1999 dollara, cəmi bir həftə ərzində siz keçmişlə gələcəyin qovuşduğu bu sehirli ölkənin canlı şahidi olacaqsınız. Qiymətə isə hər şey daxildir. Gediş-dönüş aviabiletləri, oteldə gecələmə, dadlı qidalanma və şəhərləri bir-birinə bağlayan ultra müasir surət qatarı, Tokyo küçələrinin futuristik enerjisini hiss edin. Osakanın dünyaca məşhur mətbəxini dadın. Yaponiyanı bizim lüks tərəfdaşlığımızla kəşf edin. Şansınızı qaçırmayın. Yerlər məhduddur. Rezervasiya üçün elə indi ekrandakı nömrə ilə əlaqə saxlayın. Ega Groupla daha rahat səyahət edin, daha çox dincəlin. Bəs görəsən Yaponiya bu qədər uzun səyahətə və yüksək xərcə həqiqətən dəyərmi? Doğrudanmı bu ölkə dünyanın ən inkişaf etmiş və fərqli dövlətlərindən biridir? Yoxsa haqqında deyilənlər bir qədər şişirdilib? Gəlin Yaponiyanın həyatına yaxın tarixdən başlayaraq daha yaxından nəzər salaq. Hiroşimaya atılan atom bombası təxminən 20 min ton TNT gücünə bərabər partlayış yaratmışdı. Bu hadisə bəşər tarixinin ən faciəli səhifələrindən biri kimi yadda qaldı. Bura Tokyodur. Yaponiyanın ürəyi sayılan, 37 milyon əhalisi olan ultra müasir megapolis. Eyni zamanda dünyanın ən sıx məskunlaşmış şəhəridir. Şəhər o qədər böyük və sıxdır ki, Yaponiyanın bütün uğurları da, problemləri də burada cəmləşib. Hətta hökumət əhalinin paytaxtdan digər bölgələrə köçməsini təşviq etmək üçün ailələrə hər uşaq
uşaq üçün birdəfəlik $7500 məbləğində dəstək təklif edir. Tokyo yalnız Yaponiya üçün deyil, bütün dünya iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Dünyanın ikinci ən böyük fond birjalarından biri məhz burada fəaliyyət göstərir. Tokyo Yaponiyanın ticarət, maliyyə və mədəniyyət mərkəzi olmaqdan yanaşı, dünyanın ən sürətli qatarlarının da hərəkət etdiyi şəhərdir. Cəmi 78 il əvvəl 2-ci Dünya müharibəsində məğlub olmuş, ərazisinə atom bombaları atılmış bir ölkə necə oldu ki, bu qədər sürətlə inkişaf edə bildi? Müharibədən sonra Yaponiya uzun illər Amerika Birləşmiş Ştatları və digər qərb dövlətlərinin nəzarəti altında qaldı. Daxili siyasətinə ciddi təsirlər göstərildi. Müharibədən əvvəl isə Yaponiya, Çin və Koreya torpaqlarında genişlənmək istəyirdi. Lakin bu planları baş tutmadıqdan sonra ölkə bütün diqqətini daxili inkişafına yönəltdi və tamamilə yeni inkişaf modeli formalaşdırdı. Yaponlar son 78 ili son dərəcə səmərəli qiymətləndirdilər. Çox çalışdılar, istehsala üstünlük verdilər və dünya brendləri yaratmağa nail oldular. Toyota, Canon, Sony və Honda bunun ən məşhur nümunələridir. Onlar yalnız elm və texnologiyada deyil, idman sahəsində də böyük uğurlar qazandılar. Müharibədən cəmi 20 il sonra artıq Olimpiya oyunlarına ev sahibliyi etdilər. Bugün isə Tokyo kimi nəhəng megapolislər yaradaraq dünyanın aparıcı iqtisadi mərkəzlərindən birinə çevrildilər. Lakin Yaponiya nə qədər inkişaf etmiş və zəhmətkeş ölkə olsa da, yaşadığı coğrafiya ilə daim mübarizə aparmaq məcburiyyətindədir. Bura zəlzələlərin, daşqınların və təbii fəlakətlərin tez-tez baş verdiyi bir ölkədir. Bütün bunlar bəzən insanların psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Xüsusilə Tokyo Sakit Okeanın məşhur Ot halqası adlanan yüksək seismik aktiv zonasında yerləşir. Bu səbəbdən bölgədə mütəmadi olaraq güclü zəlzələlər baş verir. Yəqin ki, 2011-ci ildə baş verən 9 bal gücündə zəlzələni xatırlayırsınız. Həmin fəlakət Yaponiyanı böyük dağıntılarla üz-üzə qoymuş. Ardınca yaranan tsunami ölkənin bir hissəsini su altında qoymuşdu. Əlbəttə, bu cür təbii fəlakətlər yalnız müasir dövrdə yaşanmayıb. Əsrlər əvvəl qədim Yaponiya krallıqları dövründə də bu torpaqlar dəfələrlə ağır sınaqlarla üzləşib. 1600-cü illərdən başlayaraq 19-cu əsrin sonlarına qədər davam edən və tarixdə Edo dövrü kimi tanınan mərhələ Yaponiyanın ən parlaq dövrlərindən biri hesab olunur. Məhz həmin dövrdə bu torpaqlara məxsus kukla teatrı sənəti, geisha mədəniyyəti, sumo güləşi kimi ənənələr inkişaf etdi və bugünkü Yaponiyanın simvollarına çevrildi. Lakin bütün bu mədəni yüksəlişə baxmayaraq, təbii fəlakətlər o dövrdə də ölkəni rahat buraxmırdı. Hətta o dövrdə bu torpaqlara, xüsusilə də Tokyoya üzən şəhər adı verilməyə başlanmışdı. Bunun səbəbi şəhərin tez-tez baş verən zəlzələlər nəticəsində sanki daim hərəkətdə olması idi. Bugün isə Tokyo kimi yüksək riskli şəhərlərdə tikilən bütün binalar möhkəm tikinti materiallarından və xüsusi seismik izolyatorlardan istifadə olunaraq inşa edilir. Bu texnologiyalar güclü zəlzələlərin təsirini minimuma endirməyə kömək edir. Yaponiyada insanı təəccübləndirən saysız hesabsız maraqlı və qeyri-adi nüanslarla qarşılaşmaq mümkündür. Hətta onların bəziləri sizə ilk baxışdan qəribə, hətta lazımsız görünə bilər. Bunlardan biri insan gücü ilə hərəkət edən nəqliyyat vasitələridir. Oxşar vasitələrə Bangladeş və Hindistanda da rast gəlmək olar. Lakin həmin ölkələrdə bu nəqliyyat vasitələri əsasən insanların maddi imkansızlığı səbəbindən taksi kimi istifadə olunur. Yaponiyada isə vəziyyət tamamilə fərqlidir. Burada bu ənənə qədim mədəniyyətin yaşadılması və turistlərə fərqli təcrübə təqdim etmək məqsədi ilə qorunub saxlanılır. Qadın və ya kişi olmasından asılı olmayaraq, xüsusi hazırlıq keçmiş insanlar sizi Tokyonun küçələrində qısa gəzintiyə çıxarırlar. Siz arxadakı oturacaqlarda əyləşirsiniz, öndəki şəxs isə bu iki təkərli nəqliyyat vasitəsini özü çəkərək sizi şəhərdə gəzdirir. Əslində bu fayton gəzintisini xatırladır. Sadəcə burada atın yerini insan əvəz edir. Yaponiyanı fərqləndirən maraqlı cəhətlərdən biri də otel mədəniyyətidir. Ancaq bunu adi otel kimi təsəvvür etməyin, çünki Yaponlar bu sahəyə tamamilə yeni yanaşma gətiriblər. Ölkənin demək olar ki, hər yerində dincəlmək üçün fərqli konseptli otellər fəaliyyət göstərir. Məsələn, uzun yol getmisiniz və metroda və ya qatarda stansiyada özünüzü yorğun hiss edirsiniz. Həmin stansiyaların daxilində xüsusi yuxu kapsulları və istirahət otaqları yerləşir. Bu yerləri yarım saatlıq və ya daha uzun müddətə icarəyə götürmək, rahat şəkildə dincələ və qısa müddət yataraq enerjinizi bərpa edə bilərsiniz. Başqa bir otel növündə isə ümumiyyətlə insan əməkdaşı yoxdur. Bütün xidmətlər robotlar və avtomatlaşdırılmış proqram təminatı vasitəsilə həyata keçirilir. Digər maraqlı konsept isə anime mövzulu otellərdir.
Burada qonaqlar üçün anime və manga janrında böyüklər üçün nəzərdə tutulmuş kitab və jurnallar təqdim olunur. İnsanlar öz otaqlarında və ya xüsusi oxu guşələrində bu nəşrləri oxuyaraq sakit vaxt keçirirlər. Bu otellərin əksəriyyətinin əsas məqsədi turistlərin diqqətini cəlb etməkdir. Çünki insanlar öz ölkələrində rast gəlmədikləri bu fərqli təcrübələri yaşamaq üçün Yaponiyaya gəlirlər. Şəkillər çəkirlər, sosial şəbəkələrdə paylaşırlar və beləliklə həm həmin müəssisələrin, həm də ümumilikdə Yaponiyanın tanıdılmasına töhfə verirlər. Bu əslində olduqca ağıllı biznes modelidir. Yaponlar qeyri-adi ideyaları gəlir mənbəyinə çevirməyi bacarırlar və məhz bu xüsusiyyət onları dünyanın digər ölkələrindən fərqləndirir. Bununla yanaşı otellər Yaponiyada təkcə gecələmək üçün nəzərdə tutulmur. Bir çox insan üçün onlar evdən kənarda dincəlmək, işləmək və sosiallaşmaq məkanı rolunu oynayır. Hətta yalnız video oyun həvəskarları üçün yaradılmış xüsusi otellər də mövcuddur. İlk baxışdan internet kafeni xatırlatsa da, burada tamamilə fərqli atmosfer hökm sürür. Kənar dünyadan təcrid olunmuş rahat mühitdə digər oyunçularla birlikdə oyun oynaya, daha sonra isə otağınıza keçərək gecələyə bilərsiniz. Yaponiyanın həqiqətən də otellər ölkəsi olduğunu sübut edən ən maraqlı faktlardan biri isə Ginnesin rekordlar kitabına düşmüş qədim mehmanxanadır. Dünyanın ən qədim fəaliyyətdə olan oteli Yaponiyanın dağlıq ərazisində yerləşir. Bu otel təxminən 1300 il əvvəl fəaliyyətə başlayıb. Əsrlər ərzində dəfələrlə bərpa olunsa da fəaliyyətini heç vaxt dayandırmayıb və bu gün də qonaqlar qəbul edir. Ən maraqlısı isə odur ki, otel artıq 52 nəsildə eyni ailənin varisləri tərəfindən idarə olunur. Tarixin canlı şahidində gecələməyə dəyərmi? Buna hər kəs özü qərar verə bilər, ancaq Yaponlar üçün bu məkanın çox böyük mənəvi və tarixi əhəmiyyət daşıdığı danılmazdır. Otelin həqiqətən 1300 il əvvəl tikildiyi isə ilk sahib ailəsinin qalıqları üzərində aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilib. Alimlər onların məhz həmin dövrdə yaşadıklarını sübut ediblər. Bu tikilinin saysız-hesabsız müharibələrə, imperiyaların süqutuna və əsrlərin sınağına tab gətirərək bu günə qədər gəlib çıxmasının əsas səbəblərindən biri də onun dağlar, dərələr, sıx meşələr arasında gizlənmiş ərazidə yerləşməsi olub. Əlbəttə, Yaponiyanı yalnız otelləri ilə tanımaq düzgün olmaz. Bu ölkəni fərqləndirən əsas xüsusiyyətlərdən biri də insanların tərbiyəsi və təhsil sistemidir. Yaponiyada uşaqlara kiçik yaşlarından etibarən nəzakət, məsuliyyət, ətraf mühitə hörmət hissi aşılanır. Buradakı şagirdlər dünyanın bir çox ölkəsində rast gəlinməyən fərqli təhsil və həyat vərdişləri qazanırlar. Məsələn, məktəblərdə sinif otaqlarını özləri təmizləyirlər. Əgər məktəbin dəhlizini və ya sinifin qarşısını çirkləndirirlərsə, oranı da özləri silib təmizləyirlər. Onlar öz zibillərini toplamaq üçün təmizlik işçilərinə güvənmir. Yaşadıkları və təhsil aldıkları mühitə görə məsuliyyəti öz üzərlərinə götürməyi öyrənirlər. Yaponların həyat fəlsəfəsinə görə ətraf mühiti çirkləndirən hər kəs həmin çirkliliyi özü aradan qaldırmalıdır. Onların düşüncəsinə əsasən bu təkcə qayda deyil, həm də mənəvi məsuliyyətdir. Məhz buna görə də hər dərs gününün sonunda Yapon şagirdləri sinif otaqlarını başdan ayağa özləri təmizləyirlər. Hətta yemək yedikdən sonra istifadə etdikləri qabları belə özləri yuyulmaq üçün xüsusi bölməyə aparırlar. Elə buna görə də uşaqlıqdan bu tərbiyə ilə böyüyən Yaponların təkcə öz ölkələrində deyil, səfər etdikləri başqa ölkələrdə də olduqları yerləri təmizləyərək tərk etdiklərini tez-tez görmək mümkündür. Hətta bununla bağlı xəbərlər və görüntülər dəfələrlə dünya mediasında yayılıb. Digər maraqlı məqamlardan biri isə Yaponiyanın dünyada ən çox satış avtomatına sahib ölkələrdən biri olmasıdır. Burada küçələrdə demək olar ki, hər addımda avtomat satış aparatlarına rast gəlmək mümkündür. Eyni zamanda küçə yeməkləri satan satıcılar da şəhər həyatının ayrılmaz hissələrinə çevriliblər. Amma Yaponiyada sizi təəccübləndirəcək xidmətlər bununla da bitmir. Təsəvvür eləyin ki, burada istəsəniz ailə belə icarəyə götürə bilərsiniz. Bəli, düz eşitdiniz. Əgər Yaponiyada tək gəzmək istəmirsinizsə və ya Yapon ailəsinin gündəlik həyatını yaxından tanımaq istəyirsinizsə, internet vasitəsilə müxtəlif ailələrlə vaxt keçirmək üçün ödənişli xidmət sifariş edə bilərsiniz. Bu ailələrin bəziləri gənc, bəziləri yaşlı, bəziləri uşaqlı, bəziləri isə uşaqsız olur. Siz istədiyiniz meyarlara uyğun ailəni seçərək onlarla birlikdə vaxt keçirək, gündəlik həyatlarını yaxından müşahidə edə bilərsiniz. Belə xidmətlər turistlərə Yaponiyanı təkcə memarlığı və mətbəxi ilə deyil, həm də insanların həyat tərzi və düşüncə sistemi ilə tanımağa imkan
imkan yaradır. Bundan başqa, ölkədə müxtəlif oyun və anime personajlarını canlandıran, insanlara yoldaşlıq xidməti göstərən şəxslər də fəaliyyət göstərirlər. Onlar öz xidmətlərini şəhərin ən gür küçələrində belə reklam edə bilir və bu fəaliyyət qanun çərçivəsində həyata keçirilir. İstəsəniz, onlarla birlikdə yemək yeyə, kafeyə gedə, vaxt keçirə, hətta bəzi şəxsi əşyalarını belə satın ala bilərsiniz. Təbii ki, bütün bu xidmətlərin hər biri ayrıca ödəniş tələb edir. Onlar daim gülümsüyür və mehriban davranırlar, ancaq bu əksər hallarda işlərinin bir hissəsidir. Yaponlar ümumilikdə daha qapalı cəmiyyət hesab olunur və tanımadıkları insanlara səmimi münasibət qurmaqda çətinlik çəkirlər. Məhz buna görə də bəzi insanlar bu cür ödənişli və süni ünsiyyət formaları vasitəsilə özlərini daha az tənha hiss etməyə çalışırlar. Yaponların öz aralarında belə sosial münasibətlərdə çətinlik yaşamaları xaricdən bu ölkəyə köçən insanlar üçün də müəyyən problemlər yaradır. Əgər siz asiyalı deyilsinizsə, Yaponların fərqli mədəniyyətlərindən olan insanlarla qısa müddətdə yaxın dostluq münasibəti qurması o qədər də asan olmur. Bu səbəbdən Avropadan və ya Afrikadan Yaponiyaya köçən bir insanın qısa zamanda geniş dost çevrəsi formalaşdırması kifayət qədər çətin hesab edilir. Üstəlik, bir çoxlarının düşündüyünün əksinə olaraq, Yaponlar ingilis dilini yüksək səviyyədə bilmirlər. Araşdırmalara görə, ölkə əhalisinin cəmi təxminən 8% ingilis dilində sərbəst danışa bilir. Təxminən 60 milyon insan ümumiyyətlə ingilis dilini bilmir. Bu səbəbdən Yaponiyada yaşamaq istəyən şəxslərin ən azı müəyyən səviyyədə Yapon dilini öyrənməsi vacib sayılır. Yaponiyada iş tapmaq daha asandır. Ölkənin güclü iqtisadiyyata və inkişaf etmiş əmək bazarına malik olması burada iş tapmağı bir çox ölkələrlə müqayisədə daha asan edir. Xüsusilə də Yapon dilini öyrənə bilsəz, başda Tokyo olmaqla bir çox şəhərlər sizin üçün yeni imkanlar yaradır. Ancaq bunun da öz çətin tərəfi var. Tokyoda mənzillər həm olduqca kiçik, həm də kifayət qədər bahadır. Əhalinin sıxlığı səbəbindən şəhərlərdə əsasən çox mərtəbəli hündür binalar tikilir. Bu binalar zəlzələyə davamlı olsa da, Yaponiyada daimi yaşamaq istəyən insanlar tez-tez baş verən zəlzələlərlə və tsunami təhlükəsinə alışmalı olurlar. Kənardan baxanda nağıl ölkəsini xatırladan, yüksək texnologiyaları və rəngarəng mədəniyyəti ilə heyran edən Yaponiyada həyat həqiqətən də çox maraqlı görünür. Lakin görünən odur ki, bu inkişafın arxasında insanların üzləşdiyi ciddi sosial və psixoloji problemlər də mövcuddur. Bütün bunlara baxmayaraq, Yaponiya mütləq görülməli ölkələrdən biridir. Ancaq burada uzunmüddətli yaşamaq hər kəs üçün uyğun olmaya bilər. Çünki dilindən tutmuş mətbəxinə, həyat tərzindən inanclarına qədər bu ölkə bizim alışdığımız mühitdən tamamilə fərqlənir. Amma yenə də getmək istəsəniz, Yaponiya səfərində sizə uğurlar. Növbəti səfərdə görüşənədək.